Bir vaxtlar diplom çox güclü bir şey idi. Sanki bir açar idi. Həqiqi zəhmətlə qazanılmış biliyin dəqiq nişanəsi idi. İnsanlar ona böyük hörmətlə baxırdılar. O kağız parçası çoxları üçün vacib qapılar açırdı. Parlaq və uğurlu bir gələcək vəd edirdi. Həvəslə öyrənməyə qurulmuş bir gələcək. Bu bir arzu idi, elə deyilmi? Çox insanın ürəkdən inandığı gözəl bir arzu idi. Amma hamımızın bildiyi kimi zaman həmişə dəyişir. İndi o kağız parçası, o diplom əslində nə deməkdir? Onun dəyəri, ona verilən qiymət azalıb. Düzünü desək, xeyli azalıb. Çox adamın divarında diplom asılıb. Bəs onların hamısı həqiqətən o diplomun təmsil etməli olduğu biliyə sahibdirmi? Bu, bugün üzləşdiyimiz böyük narahat bir sualdır. Çox insanın ağlında qalan, onları dayanıb sistem haqqında düşünməyə vadar edən bir sualdır. Adlar, vəzifələr çox böyük və təsirli səslənə bilər. Hər zaman eşidirik, professor, doktor, direktor. Bunlar böyük sözlərdir, çox vaxt böyük, vacib görünən vəzifələrə yapışdırılır. Bəs o təsirli adın arxasında əslində nə gizlənir? Əsl məzmun, əsl anlayış, əsl bacarıq varmı? Yoxsa bəzən sadəcə boş, içi oyulmuş bir qabıqdır. Çöldən yaxşı görünür, amma içi boşdur. Çox vaxt elə görünür ki, ad nə qədər böyük və ucadan deyilsə, əslində göstərməyə o qədər az şey var. Qəribə, çaşdırıcı bir oyun oynanılır. Bu cür adamları ətrafımızda görürük, elə deyilmi? Diplomlarını qürurla tutan insanlar, yüksək, nüfuzlu yerlərdə oturanlar. Amma onlara yaxından baxanda, danışıqlarına qulaq asanda, onlar təəccüblü dərəcədə elmsiz görünürlər. Bəziləri hətta cürət edib onlara diplomlu savadsızlar deyə bilər. Bu, çox sərt bir ifadə kimi səslənə bilər. Bəlkə də bəzilərinə qarşı ədalətsizlikdir. Amma hər vəziyyətdə tamamilə yalandırmı? Bu, hazırda üzləşdiyimiz problemin əsas məzidir. Və bu, cəmiyyətimiz üçün həqiqətən çox ciddi bir problemdir. Bəs bu adamlar karyera nərdivanında necə bu qədər yuxarı qalxa bilirlər? Xüsusilə də əsl göstərilə bilən bacarıqları olmayanda, xüsusilə də öz sahələrini dərindən, fundamental şəkildə anlamayanda. Çox vaxt onların yüksəlişi kimisə tanımağa bağlıdır. Nə bildiyinə və ya nə edə bildiyinə yox. Pul da həmişə olduğu kimi çox bərkdən danışır. Güclü əlaqələr, yəni tapş, ağır qapıları təəccüblü asanlıqla açır. Onlar zirvəyə qısa yol, kəsə yol təklif edirlər. Bəzən bu çox tez baş verir. Özlərini çox vacib kreslolarda tapırlar. Onlara böyük, təsirli qərarlar vermək tapşırılır. Çox insanın həyatına və gələcəyinə təsir edə biləcək qərarlar. Amma onlara həqiqətən çətin bir sual verməyə çalışın. Dərin bilik tələb edən əsl, araşdırıcı bir sual. Çox vaxt gözlərində bir qorxu, bir qeyri-müəyyənlik parıltısı görəcəksiniz. Sadəcə cavabları yoxdur. Niyə? Çünki lazımi təməl tamamilə yoxdur. Əsas təhsil, təcrübə sadəcə orada deyil. Biliyin olmalı olduğu yerdə yalnız boş bir yer var. Məzmunları olmadığı üçün böyük bir şou göstərməlidirlər. Əsl alim və ya mütəxəssis kimi görünmək üçün çox səy göstərirlər. Çox böyük sözlər, çox vaxt mürəkkəb və çaşdırıcı terminlər işlədəcəklər. Bunu təsir etmək və ya bəlkə də qorxutmaq üçün edirlər. Hətta adları ön planda olan məqalələri də dərc oluna bilər. Bəs o məqalələri həqiqətən özləri yazıblarmı? İçindəki mürəkkəb anlayışları tam başa düşürlərmi? Çox vaxt bu, sadəcə diqqətlə hazırlanmış bir tamaşadır, bir pərdədir. Bütün bu hərəkət, bu mürəkkəb oyun yalnız zahiri görünüşü qorumaq üçündür. Rolunu oynamaqdır. Çox vacib və bilikli səslənməkdir. Amma o cilalanmış səthin altına baxa bilsəniz nə tapardınız? Çox vaxt orada heç bir real dəyəri olan bir şey yoxdur. Sadəcə boş,
əks-səda verən bir boşluq. Onlar böyük bir səhnədə çətin bir rolu səylə oynayan aktyorlar kimidirlər. Lakin oynamağa həqiqətən haqq qazanmadıkları bir rol. Bu həqiqətən olduqca kədərli və məyus edici bir həqiqətdir. Bu dırnaqarası professorlar, bu yüksək vəzifəli şəxslər dayanmadan ad-san dalınca qaçırlar. Nüfuzlu vəzifələrə tək bir məqsədlə can atırlar. Ən yaxşı mənzərəli o künc otağını çox istəyirlər. Qapılarındakı o qəşəng, həkk olunmuş ad lövhəsinə həsrətdirlər. Akademik məqalələrə və tədqiqatlara asanlıqla adlarını yazırlar. Bəlkə də heç gözücü belə baxmadıkları, nəinki mənalı bir töhfə verdikləri məqalələrə. Onlar üçün elm və ya seçdikləri sahə sadəcə oynanılacaq başqa bir oyundur. Status və nüfuz oyunu. Həqiqət və anlayış üçün nəcib bir axtarış deyil. İndi isə gəlin fikirlərimizi əsl alimə yönəldək. Həqiqi elm adamına, əsl mütəxəssisə. Onlar səylə və sakitcə çalışırlar. Çox vaxt diqqət mərkəzindən uzaqda, arxa planda fəaliyyət göstərirlər. Möhkəm bir nizam-intizamla inanılmaz dərəcədə çox oxuyurlar. Hər bir gün öyrənmək üçün yeni bir fürsətdir. Onlar üçün bilik əldə etmə prosesi heç vaxt dayanmır. Onları doymayan bir maraq həvəsləndirir. Onları biliyin özünə olan dərin bir sevgi motivasiya edir. Keçici şöhrətin cazibəsi və ya sərvət vədi yox. Bu əsl beyinlər, bu həqiqi ziyalılar çox vaxt geniş ictimaiyyət tərəfindən tamamilə gözdən qaçırılır. Otaqda ən bərkdən qışqırmırlar. Başqalarının məharətlə oynadığı siyasi oyunlara girişmirlər. Və beləcə tez-tez kölgədə qalırlar, təqdir olunmurlar. Başqaları isə, çox vaxt daha az layiq olanlar, parlaq diqqət mərkəzində olub təriflər alırlar. Bəzən dünya ədalətsiz görünür, elə deyilmi? Amma onların sakit işlərinin keyfiyyəti və təsiri nəticədə öz sözünü deyir. Əsl alimin adı, nüfuzu sadəcə bir kağız parçasına səliqəli şəkildə yazılmış bir şey deyil. Bu zəhmətlə qazanılan bir şeydir. Tərlə, böyük beyin gücü ilə və sarsılmaz bir fədakarlıqla yoğrulur. Əsl, maddi kəşf və töhfədən irəli gəlir. Onların nüfuzu öz sahələrini dərindən, incəliklə anlamalarından qaynaqlanır. İllərlə davam edən amansız, gərgin zəhmət üzərində qurulur. Bu və yalnız bu, əsl alimin həqiqi, danılmaz ölçüsüdür. Gəlin bir şeyi tamamilə aydınlaşdıraq. Diplom, sertifikat sadəcə bir başlanğıc nöqtəsidir. Vacib bir ilk addım ola bilər. Amma bu insanın təhsil səyahətinin son xətti əlbəttə deyil. Diploma sahib olmaq insanı avtomatik olaraq müdrik etmir. Bu, özlüyündə heç bir həqiqi təcrübə və ya səriştə səviyyəsinə zəmanət vermir. Nəticədə, bu sadəcə bir kağız parçasıdır. Əsl, dərin bilik bundan çox daha artıqdır. O, davamlı səylərlə becərilərək zehnin içində yaşayır və nəfəs alır. Bəs, ümumilikdə həqiqətən vacib olan nədir? Əsl, işlək zəka əlbəttə ki, vacibdir. Davamlı, məqsəd yönlü zəhmət tamamilə zəruridir. Daha çox öyrənmək, yeni fikirləri araşdırmaq üçün odlu bir həvəs çox önəmlidir. Daha dərinə getmək, fərziyyələrə meydan oxumaq və çətin suallar vermək cəsarəti əvəzsizdir. Və əlbəttə ki, əsl mənalı cavablar tapmaq bacarığı, əsl qalıcı dəyər məhz buradadır. Ofis divarında qürurla asılmış qəşəng, qızılı çərçivəli bir kağızda deyil. Əslində nə edə bildiyində, nəyi həqiqətən anladığındadır. Mən həqiqətən böyük bir dəyişikliyə inanıram. Bunu havada hiss edirəm. Müsbət bir dəyişiklik bizə doğru gəlir. Bir gün və ümid edirəm ki, o gün yaxındır. Cəmiyyətimizdəki həqiqətən bilikli insanlar layiqincə qiymətləndiriləcəklər. Nəhayət, tam haqq etdikləri dərin hörmət və tanınmanı alacaqlar. Onların sakit, çox vaxt görünməyən işləri işığa çıxarılacaq. Tərəqqiyə və anlayışa verdikləri əhəmiyyətli töhfələr geniş şəkildə qeyd olunacaq.
Əsl orijinal istedadın parlaması vaxtı yaxınlaşır. Elmin gələcəyi və həqiqətən də insan fəaliyyətinin hər hansı bir vacib sahəsinin gələcəyi bu dəyişiklikdən kritik dərəcədə asılıdır. Dəyərin əsas göstəricisi, bir insanın əsas ölçüsü onun həqiqi biliyi olmalıdır. Əsl, nümayiş etdirilə bilən, sübut olunmuş bilik və bacarıq. Asanlıqla əldə edilə bilən sadəcə bir sertifikat yox. Sadəcə düzgün tapş və ya yaxşı yerə edilmiş bir telefon zəngi yox. Beynində həqiqətən nə bildiyin və əllərin və zəkanla həqiqətən nəyə nail ola bildiyin. O gün mütləq gələcək. Buna inanmalısınız.